Allah qılınan namazları öz dərgahında qəbul eləsin. Allah Taala piş namazımızın da inşallah iqtida edənlərin də vücudunu bir bəla eləsin. Bayramımız inşallah öz axarı ilə davam edir ki, qardaşlarımızın, başda Hacı Şakir qardaşımın istəyi ilə, Hacı Ceyhun müəzzindən 14 məsumun tərifini istəyiblər ki, inşallah onu oxusun. Sonra inşallah biz de buradayıq. Bizim seyitlər də buradadır, məddahlar da var, onlardan istifadə edər. Yəni heç kim, heç yana tələsmir. Ya Allah Ceyhun, söz səndədir. Ya Muhammed, Muhammed ganidir, naciz ne muhtaç. Onun tek ne İsa, ne Harun, ne Musa. Habibi Xudadır, edib ərşə merac. Fərağında cennet, xəyalında Tuba. Yağışlar, küləklər, onurun zuhuri. Sərasər fələklər, tərəfdar Zəhra. Resulun vüqari, Ali'nin gururi. Müqəddəs mələklər, əzadar Zəhra. Ali ey muazzam belaغت فصاحت کمالی جمالی الهی تجلا مبارک ولایت مقدس اطاعت عدالت لسلطان لیاقت لمولا حسن ای تکمز حسن ای تکمز متانت اراده کنل انتظاری حزین سسل sevda حسن ای dilimde kederli ifade muhatter mezari uzaklarda tenha Hüseyin'im, 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 Hüseyin'im Müsaffa müberra mualla mücella Hüseyin'im, 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 Hüseyin'im Garezsiz teberra, ebessiz teberra Duası könülden edip xəlqi irşad o zeynəl ibadi ədəb sevgi təqva Mələik dilindən gələr nam-ı səccad məqamın ucaldıb ilahi Taala Ayağından öpmüş mübarək Mədinə Şərafətli bağir gələrkən cəhana İmamət evində 5-ci xəzinə Özündən birinci yetişmiş nişana İmam Cafer adlı əta verdi Xaliq misali misilsiz vücudi yeganə O sadık imamdır olaq bizdə sadık Həqiqət gəzən üçün yaraşmaz bəhanə Gün olmuş nümayan işarət nə lazım Vilayət gün ilə müşərrəf zamanə Əgər olmasaydı o Musa-i Kazım olardı Nə 7 nə 9 nişanə Məbəddət rizadır Məbəddət rizadır Məhəbbət rizadır
Garibler garibi ağamlar şahane. Himayet rizadır, səxavət rizadır. Dua acizanə, səda məzluman. O Həzrət Cavaddır, Muhammed Təqidir. Mükerremdi hirzi, böyüktür duası. Güneş çöhrəsində gözəllik bəqidir. Qaranlıqda çöksə parıldar şüası. Əliyyən Nəqinin ferahlıqdır adı. Kədər nəğməsində məsərrət sədası. Hidayət yolundan çıxan qəlbə hadi. Əsarət çölündə azadlıq nidası. Ağam əskəridir könül ibtidadən. Gulami bir alam mələkdir, pəridir. Kim ondan bəridir, uzaqdır xudadan. Ona əhli eşq, əhli həq Zuhur et eğer bir güzelden güzel gel. Yerin sanganından doyup göy fegandan. Karışmış bugün el eman, el ecel gel, el ecel gel, el ecel gel, el ecel Ceyhun müəzzini. Qəşəng alqış gəlsin bizim qardaşımız. Allah razı olsun. Allah 14 məsumun ziyarət və şifaətindən bizləri bir nəsib eləməsin. Bir nəğmə ilə istəyirəm bu cəmiyi, bu səncləri bir an aparım. Bir nəğmə ilə Kərbəlaya, bir əvvəlfəzin qapısına inşallah. Sonra da inşallah burada Hacı Ceyhun əmr eləyər. Həmən ilahilərə və ya qonağa söz verərik. Allah hamımıza hem Hazreti İmam Hüseyin'in hem de Hazreti Abbas Aleyhisselam'ın hem ziyaretin hem de şifaatin nasip eylesin. Ya Allah. Hüseyin'in alemdarım, kardeşi vefadarım. Hüseyin'in alemdarım, kardeşi vefadarım. Vardır benim hacetim, gelmişem sana sarım. Vardır benim
hacətim, gəlmişəm sənə sarı. Əbəl fəzlin, heybətim, gül cemalı qeyrətim. Əbəl fəzlin, heybətim, gül cemalı qeyrətim. Alemi heyran edip çən giden şücaətim. Alemi heyran edip çən giden şücaətim. Əzəmətli günbəzim, hacət verən sən özün. Allah'ın dərgahında qəbuldur sənin sözün. Allah'ın dərgahında qəbuldur sənin sözün. Ələmdar, ələmdar, gəl gəl boyuma qurban. Dərdi qəlbimə dərman. Əbəl fəz, ələmdar, zikredirəm mən sənin. Çıkartma yaddan mənim. Ələmdar, ələmdar, gəl gəl boyuma qurban. Dərdi qəlbimə ələmdar, əbəl fəz, gəl gəl boyuma qurban. Dərdi qəlbimə dərman. Dərdi qəlbimə dərman. Allah hamıza bu güzel ağamızın hem ziyaretin hem şifaatini nasip eləsin inşallah. Ya Allah. Ya Allah inşallah. Karşıdan Erbəyin günleri gelir, Kerbela günleri gelir. Bir tane Seyit'ten ilahi bir güzel alaq. Sonra da Seyit Ali, Seyit Zavur inşallah. Söz sizde de Allah'ın köməkliğine. Buyur Seyit. Bu fani dünyanı mən sənsiz ağa neylirəm. Adım gələn yerdə mən sənə salam eylərəm. Bu fani dünyanı mən sənsiz ağa neylirəm. Adım gələn yerdə mən sənə salam eylərəm. Nədir məhəbbət sorursa bir kəs, nədir məhəbbət sorursa bir kəs. Hüseyn, Hüseyn söylərəm, Hüseyn, Hüseyn söylərəm, Hüseyn, Hüseyn söylərəm. Ləbbeyke ya Hüseyn, ya Sanallah. Ləbbeyke ya Hüseyn, Əli Abdillah. Ləbbeyke ya Hüseyn, ya Sanallah. Ləbbeyke ya Hüseyn, Əli Abdillah. Ləbbeyke ya Hüseyn.
Lebbeyke ya Hüseyin Ebi Abdillah. Hər tərəfdən ki təmaşa edirəm möcüzəsən, səni bir kəlmədə məna edirəm möcüzəsən. Kiprigün ayədi Qur'andı gözün möcüzəsən. Ənbiya möcüzə eylər Hüseyin, sən özün möcüzəsən. Ey eşqi Ali əba, qiyamına mərhəba, ürəkləri yandırır hərarəti Kərbəla. Ey eşqi Ali əba, qiyamına mərhəba, ürəkləri yandırır fəraqı Kərbəla. Fərat yanından yatan o qolsuz həbəl vəzlü və fəda, həbəl vəzlü və fəda, həbəl vəzlü və fəda. Lebbeyke ya Hüseyin ya Sarallah, lebbeyke ya Hüseyin Ebi Abdillah. Lebbeyke ya Hüseyin ya Sarallah, lebbeyke ya Hüseyin Ebi Abdillah. Lebbeyke ya Hüseyin ya Sarallah, lebbeyke ya Hüseyin Ebi Abdillah. Lebbeyke ya Hüseyin ya Sarallah, lebbeyke ya Hüseyin Ebi Abdillah. Allah Maşallah. hamımıza, maşallah, əyləşənlərə maşallah. ağamız İmam Hüseyin əleyhisselamın ziyarətini nəsib eləsin inşallah. Ya Allah. Allah can sağlığı versin Seyid, sağ olun. Maşallah. Allah bu cəmlə, bu qədrxuma gələnlərlə Allah bizi Ərbəndə, Kərbəlada o 3 günlük yolda xeymələrdə görüşək, o gözəl yolda görüşək. Deyək ki, qədrxumda bir belə dua eləmişik. Allah bizim bu duamızı qəbul elədi. Allah sizə can sağlığı ver. Böyüklərin əlindən öpürük. Və mən bu nə qədər məddahlar varsa, içi mən qarşı, hələ hamımız qarşı bu orta nəsildən gedir söhbət. Biz hamımız başımızın tacı, Allah ruhunu şad eləsin. Hacı Yaşar Cahidə biz çox borcluyuq. Allah onun ruhunu şad eləsin. Biz onun nəfəsindən çox qidalanmışıq. Bugün də Hacı Aqil əmi başda olmaqla, Allah böylüdən əssiy eləməsin. Hacı Nasir əmi başda olmaqla nə yaxşı vardılar, Allah var eləsin, Allah hüsn eləsin. Səndən söz gəldi əleyhissalamdan. İnşallah, yəqin ki, söz mənim dəyərlilərimindir. Hacı Yaşar yazır ki, ruh verən cismidəki canə Hüseyn məktəbidir. Kim verər canını cananə Hüseyn məktəbidir. Hamı dindən deyə imana gətirməz birini, gətirən mömini imana Hüseyn məktəbidir. Mim ilə yey həvəsi əqlimi başdan aparıb. Bir gün elə mən bunun hacının özündən sual verdim ki, bu mim ilə yey nədir ayacı? Dedim, mim hərfi ilə yey hərfinin məsafəsi 14'dür. Hərəsi bir dənə məsuma işarədir. Yəni bu 14 nəfərin eşqi ağlımı başdan alıb. Mim ilə yey həvəsi əqlimi başdan aparıb, tapmışam bir belə meyxanə Hüseyn məktəbidir. Şübhəsiz batıl o məktəbdir ki, Qur'anla deyil, söykənən daimə Qur'ana Hüseyn məktəbidir. 6 aylıq ya da 90 yaş ola, fərq eləməz. Adını yaz o qəbistanda Hüseyn məktəbidir. Bu biyabanidə bir Zeynəb nalanə, baxın, dayanıb, gör necə mərdanə Hüseyn məktəbidir. Allah rəhmət eləsin sənə hacı. Cahida, kaş, qəbul eyləyə hər ləhsə deyəm, nökərəm şah-ı şəhidanə Hüseyn məktəbidir. Allah sizi də, bizi də ağanın eşqi ilə yaşayan, fərq eləməz, namaz qılan ola, olmayan ola. Allah bu məktəbdən bizi ayrı salmasın. Allah namaz qılmayanlar da inşallah tezliklə namaza hidayət eləsin. Bir amin deyin, söz seyidlərindir. Ya Allah. Yaxşı ya. Ya Allah, Bismillahirrahmanirrahim. Bizdə də bir ilahi var. İnşallah Həzrət Əli əleyhissalamdan onu inşallah ifa eləyib çatdırarıq sizin xidmətinizə.
Koşulsun alına dünya, göz açtı sende bu Mola. Dolandı Kəbəni ötri, tilavət eylədi qədri. Doğuldu natiq-i Qur'an, verildi ərşidə azan. Gətirdi aləmi vəcdə, mələklər eylədi səcdə. Gökyüzündə hemen gün oldu iclas, İsmi azam seçildi eşke ihlas. Nuruna göz yumup bahalı elmas. Oldu mislah Ali dünyaya geldi, aleme şah Ali dünyaya geldi. Allah Allah Ali dünyaya geldi. Cahan büründü nur ile, var ehdi bu zuhur ile. Koşuldu mahafitabe, salam verirler turabe. Adın olur dilde ezber, Eyesli aye ve kavser. Gül açtı her arzu istey, bu mevludun çok mübarek. Gökyüzünde hemen gün oldu iclas, İsmi azam seçildi eşke ihlas. Nuruna göz yumup bahalı elmas. Oldu mislah Ali dünyaya geldi, aleme şah Ali dünyaya geldi. Allah Allah Ali dünyaya geldi. Allah bu yolunu mübarek eylesin inşallah. Allah bu Qədir-xum bayramını mübarek eylesin her birimize. Hazreti Ali Aleyhisselam'ın ta ondan bugüne kadar yeryüzüne cennet gelip, yeryüzüne Ali Eba'nın ətri gelip, Allah Teala bizleri Hazreti Ali vilayetinden ayrı salma. Amin. Bir qəşəng alqış gəlsin Seyid balası, Seyid Zaur qardaşıma. Seyid çox sağ, Allah razı olsun. Əlçanlarımız var olsun. Allah sizləri qorusun. Değerli qonaqlarımız, yəni burada hər biri bir-birindən dəyərlidir. Bu hayatı bunu qeyd elədim. Çünki bu məclis hər adama nəsib olmur. Sözün əsli mənasında. Mən ustadlardan üzr istəyirəm. Alimlərimdən üzr istəyirəm ki, onların qarşısında cürət eləyib danışmam. Yəni daxsan otur mədhüvü oxuy. Amma bunu eşitmişəm. Elə alimlərin dilindən eşitmişəm ki, belə məclislərə qədəm qoyub gəlmək üçün sübh namazında gerek sənin nə ola, gündəlik namə əmalıba o nurlardan biri imza ata. Xoş halımıza ki, bax bu gecə bizlərə nəsib olub. Elhamdülillah. Mən istəyərdim çox uzatmadan dəyərli qardaşımız, əzizimiz, gözəl insan öz rəftarı ilə, öz elmi ilə, öz o qardaşlıq münasibəti ilə illərdir sevilən, öz moizələri ilə, o belə deyərəm də zikri müsibətləri ilə bir neçə o gün hacı üzründən bir neçə gün bundan qabaq bir neçə mən daha oturmuşduq belə. Hərdən bizim də aramızda bir söhbət olur. Dedilər ki, hansır ilahiyyətçinin zikri müsibəti kimi ağladır. Andol Allah'a çoxluq bizim çox dəyərlimiz, əzizimiz, gözümüzün işığı Hacı Cavid sizin adınızı çəkdi. Allah var eləsin, əlimizdən öpürəm və sözü mən dəyərli ilahiyyətçimizə təqdim edirəm. Ustad Hacı Cavid qardaşımızın salamatlığı için Muhammed ve Ali Muhammed'e bir nurani salavat hediye edeyim. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Faccil Karaca. Bismillahirrahmanirrahim.
Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Elhamdülillahi'llezî cealena minel mutemessikîne bi vilayeti emiril müminin. Bayramımız mübarək olsun. Allah bu bayramı hər biriniz üçün bərəkətli eləsin. Başda Əhl-i Beyt məddahları olmaqla həm söz verdikləri üçün təşəkkür edirəm, həm Allah nəfəslərini Əhl-i Beyt məclislərindən kəsməsin. Allah qəlblərinə, nəfəslərinə bərəkət versin. Allah bu məclisi hər birinizdən qəbul eləsin. Xidmət göstərənlər, təşkil eləyənlər, zəhmət çəkənlər, Allah axirətdə hər birimizi Həzrət Əlidən uzaq salmasın inşallah. Ölkəmizin, vətənimizin müxtəlif yerlərində, məscidlərdə Həzrət Əli əleyhissalamın Qədir-Xum bayramı münasibəti ilə mövludlar qeyd olunur, bayramlar qeyd olunur. Allah hamısından qəbul eləsin. Hər kəs hər nə qədər bacarırsa zəhmət çəkir və bu yola xidmət göstərir. Allah zəhmətlərini dəyərləndirsin inşallah. İlk öncə Qədir-Xum hadisəsini düşünürəm ki, hər biriniz bilirsiniz. Qədir-Xum hadisəsi necə baş verib. O səbəbdən də mən təhlil xarakterli yox, bir neçə cümlə elə bayram xarakterli müzakirə eləyək bir yerdə. Hacı Mehdi qeyd elədi məclisdə iştirak etməyi və Əlinin məhəbbəti elə bir dəyər deyil ki, Allah hər qəlbə lütf eləsin. Bununla özümüzü, Həzrət Əlini sevdiyimizə görə özümüzü böyütmək istəmirəm. Amma həqiqət budur ki, həm tarixin təcrübəsi 1400 illik təcrübədən keçmiş tarix və həm bugün göstərir ki, Həzrət Əlinin sevgisi müəyyən insanlardan alındıqdan sonra insanlar nə hala qalıblar. Bunu tarix, hadisələr dünəndən ta bugünə qədər, Həzrət Əlinin zamanından ta bugünə qədər özünü sübut elətdirib. Həzrət Əlinin nazil olmaz səbəbi bizim Allahla münasibətimizin daha dərindən qurulması üçündür. İnsan Əlisiz Allahla dərin münasibət qura bilməz. Ruhun dərin qatlarında ilahi sifətlər vasitəsiz formalaşmır. İlahi övliyalar gəlirlər ki, Allahın sifətlərini bəşəriyyətə datdırsınlar öz varlıqları ilə. Həzrət Əli əleyhissalam bu övliyaların fövqündə dayanır. Və bu daddırmaqla insanları Allaha tərəf aparırlar. Əgər bu cəzbiyyət olmasa, əgər bu cəzzablıq, bu çəkicilik olmasa, insanın Allahdan xəbər tutması qeyri-mümkün idi. İnsan Allahdan xəbər tutmayacaqdı. Allah yer üzündə bəşəriyyətə məhz övliya vasitəsilə təqdim oluna bilər. Allahla bəşəriyyətin övliyasız görüşmək qüdrəti yoxdur. Əgər bu vasitə olmasa, görüş mümkün deyil, görüş baş tutmayacaq. Maddi aləmlə həqiqət aləminin böyük bir məsafəsi var. Bu məsafəni yalnız və yalnız imamın vasitəsilə qət eləmək olur. Əks halda bura çatmaq olmur. Bacardığım qədər məsələni yüngülləşdirməyə çalışacağım. Allahı sevirəm ifadəsinin imtihanı Əlinin vasitəsilə başlayır.
Eğer bu olmasa Allah'ı sevirəm iddiası puç bir xəyaldan ibarət olan bir şeydir. Allah Seyyid Əzimi rəhmət eləsin. Ey zahidi bir zövq, o məscid ki sənin var olsaydı mən onu meyxanə edərdim. Sənin Allahla münasibətin məscidin divarlarını keçmir. Elə məscidin divarlarında qalır. Amma mənim Allahla münasibətim, Seyyid Əzimin təbirini izah eləsək, mənim Allahla münasibətim tam fərqlidir. Məscid Allahla daimi rabitədə deyil. Kəbə Allahla daimi rabitədə deyil. Çünki Kəbə canlı olan varlıq deyil. Məscid canlı olan varlıq deyil. Çox təəssüf edirəm ki, müsəlmanların bir dəstəsi məsciddən yapışdılar, Kəbədən yapışdılar, amma Allah övliyasından yapışmağı şirk bildilər. Və sonları da tarixi təcrübə göstərir ki, onların həyat tərzləri də bəllidir. Allahla rabitədə olan, daimi rabitədə olan varlıq imamdır. İmamla Allahın rabitəsi heç vaxt kəsilmir. Daimi olaraq burada münasibət var. Həzrət Əli ilə Allah arasında. Bizim qarşımıza qoyulan dualar var, hər biriniz bilirsiniz. Əbu Həmzə Sumali duası, Kumeyl duası, İftitah duası, Coşan Kəbir duası. Siz Allah Qədir gecələrində Coşan Kəbir duasını oxumusunuz. Məsləhət bilsəz bir də baxarsınız mənim bu cümləmdən sonra sözlərə. Siz Allah imam olmasaydı, Allahla rabitəsi olan övliya olmasaydı, Allahın o sifətlərindən kim xəbər verə bilərdi? Kim o cümlələri dilə gətirməyə bacarardı? Coşan Kəbir duası elə bilirsən ki, məfatihdə Allah xəzinəsinin təzahürüdür. Biz onu üzündən oxuyuruq. İmamın danışığıdır o. İmam ürəkdən söz demək istəyəndə belə çıxır. Ya Hənnanu, ya Mənnanu. İmamın ürəyinin sözü budur. İmamın qəlbini tanımaq istəsən, Allahın ərşidir imamın qəlbi. Çıxmısan ərşi xuda üstünə, yoxdur xəbərin, Tur-i Sinadır bura, bari çıxar çəkmələrin. Hüseynin qəlbi Allahın ərşidir. Mən zərə qəbrəl Hüseyn. Mövzumuz Kərbəla deyil, mövzumuz imamdır. Mən zərə qəbrəl Hüseyn. Kəmən zərəllahə fi ərşi. Hədisdir. Hər kəs Hüseynin qəbrini ziyarət etsə, belə hesab etsin ki, Allahı ərşində ziyarət edib. Nədir bu? Allahın ərşi nədir? Allahın ərşi rəhmət və məğfirətlə doludur. Rəhmət və məğfirətlə. Hüseyn nəzir elədi ki, bütün canları qurban verim, Allahın ərşinin rəhmətini gətirim yerə ki, bəşəriyyət üçün rahat olsun hidayət olmaq. Bunlar görsünlər ki, nə var burada. İmamın qəlbi Allahın ərşidir. Cənnət imamdan başlayır. Cənnətin fəlsəfəsi imamdır. İmam Sadiq əleyhissalama bir nəfər dedi ki, ağa dua ilə cənnətə daxil olum. Dedi, duan düz deyil. Dedi, necə cənnət istəmək pisdir bəyəm? Dedi, pis deyil. Amma kaş belə istəyərdim məndən, imamı tanımayıb. Mənim yanımdasan, deyərdim mənə ki, dua ilə cənnətdən çıxmayım. Hazır cənnətdəsən. Cənnət meyvəsinə görə cənnət deyil. Cənnət axar suyuna görə cənnət deyil. Cənnət Əli kimi, Peyğəmbər kimi sakini olduğuna görə cənnətdir. Cənnəti cənnət eləyən bunlardır.
Ona görə də deyirlər, bəzi insanlar cənnətdə də həsrət çəkəcəklər. Cəhənnəmdə bəllidir, yanır, həsrət çəkir. Cənnətdə niyə həsrət çəkəcək? Baş soğuqluq eləyib, Bakı dili ilə desək, kənd dili ilə desək, məsuliyyətsizlik eləyib, cənnətə gedib, əli olan yerə getməyib. Həsrət çəkir əli olan yerə. Bəs eləməyəcək insana. Allahla görüş yoxdur orada. Allah əlimizdən tutsun, xüsusən mənim çatdıra bilim, izah eləyə bilim sizə. Çünki çox böyüdü Həzrət Əli. Sözün əsl mənasında bir nəfər əlinə mikrofon alsa ki, mən Həzrət Əlini tanıtdıracağım. Alimlərdən biri demişdi ki, hər kəs Əhl-i Beytdən danışırsa, nə qədər tərif eləməyi bacarıbsa, tərif eləyibsə, heç nə olmaz. Öləndə bir dənə tövbə eləsin. Tövbə eləsin, desin ki, ilahi, bağışda ya, Əlini az tanıtdırmışam, üzrxahlıq edirəm səndən. Çünki çox böyüdülər, çox əzəmətlidirlər. Peyğəmbər Meyracdadır. Gör, Əlinin səsi gəlir. Gəl, ey mənim, gəl, ya Rəsulallah. İlahi, məndən qabaq demişdim, Meyraca heç kim gəlməyib. Əli məndən qabaq gəlib Meyraca. Allahdan cavab gəlir. Ey Peyğəmbər, Əli səndən qabaq Meyraca gəlməyib. Yerdən ayrılmısan, gördük ki, Əli üçün darıxırsan. Əlinin səsi ilə danışdıq səndən ki, biləsən biz də Əlini sevirik. Salavat zikr ələ. Əli belə Əlidir. Peyğəmbər buyurur ki, Əli ilə mənim nurum eyni yerdən idi. Ayrı-ayrı qalublara tökdü Allah. Qalubu ayrıdır. Bədənlər ayrıdır. Ruhlar eynidir. Peyğəmbərin həyatına baxın. Bəzən Həzrət Əli üçün elə darıxıb ki. Elə darıxır. Gündüz ayrılıb ondan, gecə gəlib evinə. Gecə ürəyi partlayır Peyğəmbərin Həzrət Əli üçün. Yəni Peyğəmbər özü üçün darıxır. Öz həqiqəti üçün darıxır. Allahla münasibət yalnız Əlinin vasitəsilə qurula bilər. Başqa cür mümkün deyil. Allah Həzrət Əlini Kəbə evində dünyaya gətirdi ki, bu cümlə Həzrət Əlinin özünün doğum gününə aiddir. Qədr-Xuma aid deyil. Allah Həzrət Əlini Kəbə evində dünyaya gətirdi ki, başa düşək ki, Əlisiz Kəbə yoxdur. Mümkün deyil. Təvafi, Kəbə, Zəmzəm dəstəmazı Hüseynsiz mütləqa batildir valla. Bizə irad edən cahildir valla. Mümkün deyil bunlarsız. Düşdüyün eşq, Əli eşqi deyilsə nə vüsal, boşuna min yol açıb bağlama hicran qapısın. Sevgivin əsasını Həzrət Əli təyin eləmirsə, boş yerə bədxərclik elirsən, ürəyindən dağıdırsan, qəlbindən dağıdırsan. Cəhənnəmə getməyin səbəbi Əliyə olan sevgidə məsuliyyətsizlikdir. Peyğəmbər buyurdu Həzrət Əliyə, çıx mənbərə cəmaata de ki, Allah hər birinizə mükafat verib. Hər kəs bu mükafatı boş yerdə xərcləsə, dağıtsa bu mükafatı, yeri cəhənnəmdir. Həzrət Əli bunu dedi mənbərdə, düşdü. Cəmaat yaxınlaşdı ki, ya Əli, izah eləmədin. Dedi, Peyğəmbər mənə izahsız deyib. Dedilər, ya Əli, soruş Peyğəmbərdən izahı nədir? Nədir o mükafat verilib bizə? O mükafata biganə olmuşuq. Olsaq cəhənnəmə gedərik. Peyğəmbər buyurdu, Əli, çıx mənbəri yenidən de ki, Allah hər kəsin ürəyində Əlinin məhəbbətini qoymuşdur. Kim bu məhəbbətə biganə qaldısa yeri cəhənnəmdir. Ənə qasimun narə və cənnə. Birincidən soruşdular ki, hara gedəcəksən? Dedi, nə bilim, Allah hara aparsın. İkincidən soruşdular, hara gedəcək? Dedi, nə bilim, Allah hara aparsın. Cəhənnəmə ya cənnətə bilmirəm. Həzrət Əlidən soruşdular ki, cəhənnəmə gedəcəksən ya cənnətə, bilirsən bunu? Həzrət Əli əleyhissalam buyurdu ki, ənə qasimun narə və cənnə. Cənnətlə cəhənnəmi mən ayıracam, sən məndən soruşsan hara gedəcəksən. Allah mənimlə təyin edəcək cənnət və cəhənnəm əhlini. Kim Əliyə oxşayırsa, Allahın ovucundan cənnət su içəcək. Kim Əliyə oxşamırsa içməyəcək. Cənnətin təyinatı bunlarlıqdır. Dünyada Allahla
münasibət yalnız bunlarlıqdır. Bunlarsız olmur. Vallahi özümdən demirəm. Bir duanı deyirəmsə, vaxtınız olsa, məsləhət olsa arada oxuyun. Hiss oxuyun. Hələ sizə deyə özüm də məsuliyyət hiss edirəm, özüm də oxuyayım. Ziyarət-i Cami-i Kəbirə. Cami-i Kəbirə ziyarətnaməsi. Ariflərdən biri demişdi ki, hər kəs bunu oxumasa, bələd olmasa bu duaya, Əhl-i Beyti tanıya bilməz. Duaya baxın orada. Sözə baxın, İmam Sadiq buyurur. İmam Sadiq buyurur ki, və bina əbədəllah. Bizim vasitəmizlə Allaha ibadət olunur. Əksi, ibadət deyil. Əksi ibadət deyil. Bəzi insanların ağzına düşür bu sözlər ki, əlini Kəbədən də yuxarı qaldırıblar. Ondan sonra əlini məsciddən yuxarı qaldırıblar. Şişirdiblər. Kaş əlini şişirdə biləydik. Əlinin düzgün tərifini verməyi bacarsaydıq, onlar ki deyirlər, şişirdiblər, görəcəklər ki, əlinin haqqında zülm eləmişik, əlidən danışa bilməmişik. Mənəvi gücümüz çatmayıb əlidən danışmağa. Əlini tanıttıra bilsəydik əgər. Qiblə əhkamı Peyğəmbərin qəlbinin istəyinə görə dəyişir. Başa düşmürlər. Peyğəmbər, Quran buyurur. Quran buyurur ki, Peyğəmbər sənin ürəyin istədiyinə görə sənin üzvü çevirdi Kəbəyə. Belə deyə, yox. Bunu ki, Quran buyurur. Müsəlmanların birinci qibləsi Beytül Müqəddəsidir. Elə deyil. Sonra Peyğəmbər namaz əsnasında Allah gördü ki, Peyğəmbər narahatdır. Kəbəyə çevirmək istəyir üzün. Allah əhkam düzətdi Peyğəmbərin ürəyinin arzusuna görə. Peyğəmbərin üzünü çevirdi hara? Kəbəyə. Quran da deyir, tarix də deyir. Burada da hansı məzhəb, firqə söhbəti yoxdur, təriqət söhbəti yoxdur. Hamı deyir. Buna görə idi. Qiblə təklifim mənə gəl etməsən Şeyxül Hərəm. Qiblədən dönnəm, Əliyə Mürtəzadan dönmərəm. Allah Seyyid Əzimi rəhmət eləsin. Qədir Xum günüdür. Peyğəmbər, müxaliflər gəlirlər, ənsar və mühacirlərin arasında ixtilaf yaradırlar. Qardaşların arasında düşmənçilik yaradırlar. Diqqət edin inşallah. Mən bunu oxuyanda sevincimdən ağlamışam. İki nəfəri qardaş eləyir. Misal olaraq deyirəm. Həsənlə Hüseyni deyir ki, siz bir-birinizdən qardaşsınız. Bunları belə bağlayır Peyğəmbər bir-birinə ki, aralarına münafiqin ixtilafı girməsin. Fitnəsi girməsin. Hamını bir-biri ilə qardaş eləyir, Həzrət Əli qalır. Həzrət Əli gəlir Peyğəmbərin yanına, gözləri dolmuş halda. Gözləri dolmuş halda. Ya Rasulallah, mənim üçün qardaş təyin eləmədin? Peyğəmbər baxır, deyir, ya Əli, məndən ləyaqətisi var mı əgər sənə qardaş olsun? Sənin qardaşın özüməm. Görün Həzrət Əlinin vücudu necə böyük əzəmətlidir. Heç kimin gücü çatmaz, haqsızlıqdır Əli ilə kimsə qardaş olsun. Əli görək Peyğəmbərdən başqalarına ancaq imam olsun. Qardaşlıq çox olar başqaları üçün. Qardaşlıq zəifdir, azdır. Həzrət Əli görə imam olsun. Peyğəmbər Əli ilə münasibəti belə qurur. Allahumma xfirli Əli bihaqqi Əli. Ya Rasulallah, bu necə duadır? Mənim bağışlanmağım üçün elə mənə and verdin. Ya Əli, kimə and verim? Səndən ləyaqətlisi kimdir? Yalnız Əli. Allahla münasibətimizi Həzrət Əli təyin eləyə bilər. Gəlin bir qardaşcasına söz deyimsə, Həzrət Əlinin adı bizim fəxr ünvanımız olmasın. Bazardığım qədər qısa izah eləyəcəm. Mən Əlinin tərəfdarıyam. Yox, biraz sakit danışmaq lazımdır. Biraz asta danışmaq lazımdır. Qiyamət günü adamın həyat tərzini qoyarlar qarşısına, Həzrət Əlini götürüb gəlirlər. Bax gör, oxşayır bu ona. Bəs niyə fəxr eləyirdin? Yox, gecə gündüz şükür eləmək lazım. İlahi, bu mənim biganəliyimdən, bu mənim səhvlərimdən, doğan günahlarıma görə olmayaya məni Həzrət Əldən ayrı salasın.
Gecə gündüz minnətdarlıq eləmək lazımdır, utanmaq lazımdır ki, ilahi, nə gördün, nəyə baxdın, hansı bədbəxtçiliyimə rəhm elədin, Əlinin sevgisini verdin mənə. Belə yanaşasan, nəinki fəxr eləməklə. Həzrət Əlinin yaxın tərəfdarlarının xüsusiyyətlərinə baxın. Əmmar Yasir, Səlman Farsi, bir böyük alimlərdən biri danışırdı. O alim sözün deyib dünyada. Deyirdi ki, hərdən məni tərif eləyirlər. Mən Həzrət Əlinin evində olan Qulamı Qəmbərin ayağının tozu deyiləm. Məni onlarla bərabər tutmayın. Bir Arifin çıxışında gördüm. O deyirdi, səhv etmirəmsə mərhum Ayətullah Behçət idi. O deyirdi, İmam Zaman üçün salavata başlayanda ayrıca deyin, mənim də adımı o salavatın yanına salmayın. Mənim üçün demək istəyirsə rəhm edirsiniz, deyərsiniz. Amma İmam Zamanın zuhurunun təzili filan, misal üçün Ayətullah filan ki, deyim, məni salma onun yanına. Mən kiməm məni onların yanına salırsan bir salavatın içində? Ayır. Görürsünüz, mərifəti görürsünüz. Deyirdilər ona ki, namazın niyə görə Əssəlamu aleyna və alə ibadillahi salihin yerinə çatırsan, az qalır canın çıxsın bədənindən. Ayətullah mərhum Behçətə deyirlər. Dedi, xəcalət çəkirəm Əvəlfəz ağadan. Əbdüs salih, salih bəndə odur. Amma mən məcburam namazın əhkamını əməl eləyim. Salam olsun bizə və Allahın salih bəndələrinə. Deyir, mən hara, Əvəlfəz hara. Allah xəcalət verir bizə. Götürüb gəlib o sırada saxlayıb bizi ki, siz belə olmalısınız. Bizi bura çatdırmaq istəyir. Bunların vasitəsilə yalnız və yalnız ucalmaq olar. Allahla münasibət bəlli olmaz. Əlisiz nə Allah, vilayətsiz nə Allah. Biz indi uşaqlıqdan Allah eşitmişik deyə rahatdır bizim üçün. Bir dənə uşaqlıq zehniyyətini qoyaq kənara. Bütün zehnimizdə olan məlumatları qoyaq kənara, təsdiqləyək. Caviddən soruşurlar ki, Allahdan danış. Cavid Allahdan danışmaq üçün qaçmalıdır Əlinin qapısına. Qaçmalıdır İmam Hüseynin qapısına. İlahi, səni itirən nəyi tapıb və səni tapan nəyi itirib? İmam Hüseynin cümləsidir. Ancaq bunların vasitəsilə olur. Allah mərhəmətlidir. Allah ədalətlidir. Allahın ədalət sifətini mənim haqqımdır dünyada seyr eləyim. Görün bu ədalət necədir, bu necə olur? Bu proses, ədalət prosesi necə gedir? Allah buyurur ki, bax Əliyə, görəcəksən ki, mən necə ədalətliyəm. Əli, Allahın ədalətinin təzahürü Həzrət Əlinin yaşayışındadır. Beytülmalı bölür Küfədə. Beytülmalı bölür. 2 dənə qiymətli daş da ayırıb qoyub qırağa. Beytülmalı bölür. Dedilər ona ki, bu daşlar kimindir bəs? Dedi, bugün sübh namazında 2 əkiz qız uşağı dünyaya gəlib, onların da payını ayırdım. Sübh azanında dünyaya gəliblər, onların da payını ayırmışam. Deyirlər, Əli Beytülmala sahib olanda ki, 3 xəlifədən sonra səhərə qədər kimə nə çatacaqdısa Beytülmalı boşaldırdı, sonra rahat dincələ bilirdi Həzrət Əli. Təsəvvür edirsiniz. Allahın ədalət sifətinin təzahürüdür. Bir gün deyirlər, Süleyman Peyğəmbər səhv eləmirəmsə, gördü ki, üzr istəyirəm sizdən, bir qurbağa çayın kənarında dayanıb, bir qarışqa da ağzında bir dənə yarpaq, qurbağa ağzını açdı, bu qarışqa girdi qurbağanın ağzına, qurbağa atlandı suya. Süleyman Peyğəmbər hadisəyə baxır. Görəsən bu nədir? Gözləyir. Neysə, qurbağa çıxdı sudan, ağzını açdı, qarışqa düşdü ağzından, da qarışqanın ağzında o yarpağı yox idi. Süleyman Peyğəmbər soruşdu qarışqadan ki, hara getdin, gəldin? Dedi, gölün o biri tərəfində bir əldən düşmüş, qocalmış bir həşərat var. Onun ruziyə əli çatmır. Ruzi gölün bu biri tərəfindədir. Mən də gölü o tərəfə keçəmirəm.
Allah qurbağanı məmur eləyib ki, məni gölü keçirsin və mən də məmur olmuşam, bu yarpağı aparım ona verim, o acından ölməsin. Allahın ədalət sifətidir. Ruzini hamıya çatdıracaq. Hamıya. Firon da yiyəcək, Musa da yiyəcək. Nəmrud da yiyəcək, İbrahim də yiyəcək. Əli də yiyəcək, Muaviyə də yiyəcək. Allahın ədalət sifətidir. Allahın ədalət sifətinə baxın, indi Siffeyn döyüşüdür. Siffeyn döyüşüdür. Muaviyə suyun yolunu bağladı. Əlinin tərəfdarları gəldi ki, yəni suyun yolunu bağlayıb. Neyniyək? Dedi, nə qədər canımızda taqət var, döyüşün suyu alın ələ. Fərat çayının istiqamətini çevirin özünüzə. Neysə döyüşçülər suyu aldılar, su keçdi bunların əlinə. Elə xoşum gəlir bu hadisədən. Deyir, gəldilər Muaviyənin yanına ki, Əmras gəldi Muaviyənin yanına ki, Muaviyə, məhv olduq. Su Fərat əlinin əlindədir. Yəni o dövrdə, o istidə suyun olmasa, taqətin olmayacaq, məhv oldun da, döyüşə bilməyəcəksən. Gördü Muaviyə gülür. Dedi, nəyə gülürsən? Dedi ki, Əmraz, Əli kişidir, Muaviyə döyüş su yolu bağlasın. Əmin ol suyun yolunu bağlamayacaq. Əlinin əşəs kimi yanında olanlar çıxdılar Həzrət Əliyə qarşı. Dedilər, bağla suyun yolunu susundan qıraq. Dedi, su bizim deyir, su Allahındır. Nə dosta, nə düşmənə bağlamaq olmaz. Bilir su hissələr öldürə biləcəklər. Bilir su hissələr güclənəcəklər. Amma bundan qorxusu yoxdur. Ya Əbazər Qəffari, ya Əmmar Yasir. Çox yormaq istəmirəm sizi. Neçə gündür məclislər var. Bir Həzrət Əli ilə səhrada yol gedirdik. Mən biraz aralandım Həzrət Əlidən. Hiss elədim ki, yaxınlıqda bir yırtıcı heyvan var. Yaxınlaşa gördüm ki, bir şirdir, aslandır, mənə tərəf gəlir. Qorxdum, tez Əlini çağırdım. Deyir, Həzrət Əli gəldi, aslan nərildiyirdi. Həzrət Əli baxdı ona, dedi ki, Ənə Əsədullahil qalib. Allahın məğlub olunmaz aslanı mənəm, sən niyə nərildiyirsən? Deyir, gözümlə gördüm, Həzrət Əlinin ayaqlarını yaladı. Deyir, gözümlə gördüm. Allahın qüdrət sifəti Həzrət Əlidə təcəlli tapır. Xeybər qalasının qapısı da ehtiyac yoxdur hadisəni danışmağa. Allahın ədalət sifəti Həzrət Əlidə təcəlli tapır. Allahın əla sifəti Həzrət Əlidə təcəlli tapır. Əladır, bu da Əlidir. Allahın mərhəmət sifəti Həzrət Əlidə təcəlli tapır. Tarixdə Həzrət Əlidən başqa heç kəs bu ürək yanğısını göstərə bilməyib. Kimsə göstərə bilməyib. Cəməl döyüşündə gördü ki, gəldi oturub Təlhənin cənazəsinin başının üstündə. Təlhə Həzrət Əlinin əleyhinə qoşun yığdı, qoşun düzəltdilər. Gördülər ki, Cəməl döyüşündə qalib çıxdı Həzrət Əli əleyhissalam və qoşun bayram eləyir. Həzrət Əlini axtarırlar. Qoşunun sərkərdəsini axtarırlar. Yoxdur. Ravi deyir, gəldim, gördüm, oturub Təlhənin başının üstündə. Deyir, Təlhə, heyf sənin Peyğəmbər zamanında çəkdiyin zəhmətlərdən ki, vurdun yerə. Ağlayır onun halına ki, heyf ki, Təlhə cəhənnəmə gedəcək. Görürsünüz? Həzrət Əlinin mərhəmət sifəti düşmənə də mərhəmət göstərir. Əgər, bunu deyirəm, qiyamət günü Allaha deyəcəm ki, təsdiqləməmişəm ki, bir fikirdir demişəm. Əgər birdən ilahi ədalət olmasaydı, əgər müminin hörməti sındırılmasaydı, Əli şəfaət eləyərdi, bir nəfəri qoymazdı cəhənnəmə getsin. Təəssüf ki, insanlar bəzən özlərini bir yer aparırlar ki, Əli kömək eləyə bilmir. Əli şəfaəti kömək eləyə bilmir ona. Muaviyə Əlinin əlindən öpsəydi, Əli onu başından uzaya qaldıracaqdı. Amma qılınc qaldırdı Əliyə qarşı. Görürsünüz, nə qədər bədbəxt olar insan. Nə qədər bədbəxt olar. Əli elə bir şəxsiyyətdir ki, düşmən tərifi ilə müəyyən insanlara tanıtdırılıb. Düşmən tərifi ilə. Şəhid olanda Muaviyə dedilər ki, Əli şəhid oldu, Muaviyə ağladı. Deyirlər, niyə ağlayırsan? İki hərəkəti var tabi. Bir oynadı. Muaviyə şəxsiyyətsiz adam idi. Çox şəxsiyyətsiz adam idi. Da Hindənin oğludur da, anası Həmzənin ciyərini yiyib. Çeyniyib. Bunun oğlu belə olmalıydı.
Şəxsiyyətsiz adam idi. Muaviyə biz özündən necə hörmət qazandırırdı. Deyirdi, Muaviyə, halal olsun ha sənə. Əli kimi şəxsiyyətlə vuruşur sana. Əlinin varlığı Muaviyəni hörmətli eləmişdi, yoxsa Muaviyə hörmətsiz adam idi. Təsəvvür edirsiniz. Tarix boyu baxın, dünyaya baxın, Əlinin varlığı biraz hörmət qazandırıb kimlərəsə. Yoxsa çox şəxsiyyətsiz adamlardı. Çox hörmətsiz adamlardı. Zərrə qədər hörmətləri yoxdur. Bir oynadı sevincindən ki, canım xilas oldu əlindən. Sonra ağladı. Dedi, ağlayırsan, sən özün öldürtdürmüsən əlini. Baxdı, dedi ki, ay bədbəxt, kaş biləydin ki, dünya kimi itirdi. Düşmən haqqında bu söz deyir. Rükû halında zəkat verməsinin fəlsəfəsini bilirsiniz də. Rükû halında Həzrət Əli o qədər yaxşılıqlar eləyib. Niyə Quran rükû halında zəkat verməyindən xüsusi yapışıb? Niyə? Üzük verib də rükûda elə deyir. Axı ondan böyük yaxşılıqlar eləyib. Ondan böyük tərifləri var. Zərbətu Aliyin fil yevmil xəndək. Əlinin xəndək günündə vurduğu zərbə bütün insanların və cinlərin ibadətindən üstündür. Mənası biz nədir? Hamısı Əliyə borcludular. Yəni, bax, belə namaz qılan var ha, o da Əliyə borcludur belə namaz qılmağında. Təsəvvür edirsiniz? Bax, bunda borcludur Həzrət Əliyə. Quran oxuyan bütün müsəlmanlar Həzrət Əliyə borcludular. Allah eləməmişkən, əgər Əbdəvid Əlini məğlub eləsəydi, Peyğəmbərin dini aradan gedəcəkdi, İslamın fatihəsi oxunacaqdı. Təsəvvür edirsiniz? Ona görə Peyğəmbər Həzrət Əlini xəndəqə yola salanda Əbdəvid güclü pəhləvan idi. Xəndəqə yola salanda bu duanı elədi. Zəkəriyya Peyğəmbərin duasını. Ya Rəbbi, la təzərni fərda, ilahi məni köksüz nəsilsiz qoyma. Ağlaya-ağlaya bu duanı elədi. Əli salamat qayıtsın oradan. Peyğəmbər çox həyəcanlı idi. Nədir rükuda zəkat verməsinin fəlsəfəsi? Deyir, bir fəqir girdi məscidə. Fəqir məscidə girdi. Dedi, məni Allah yolunda kömək eləyin, ehtiyacım var. Kömək eləyin mənə. Heç kim kömək eləmədi. Həzrət Əli namaz qılırdı. Həzrət Əli namaz qılarkən bu gördü, heç kim kömək eləmir. Bu sözü işlətdi. Peyğəmbərin adına belə namazının içində yer ayırıb Həzrət Əli. Dedi, qiyamət günü Allaha şikayət eləyəcəm ki, Peyğəmbər məscidinə girdim, ehtiyacım vardı, əli boş çıxıram. Dedi ki, Peyğəmbər məscidindən əli boş çıxıram, Həzrət Əli rükuda əlini uzatdı. Qiyamət günü şikayət eləməyə haqqı olmasın, Peyğəmbərin adı var bu məscidin üstündə. Peyğəmbər məscidinə girdim, əli boş çıxıram. Allah ona görə ayəni götürüb gəldi. Dəyər verdi o. Əli namazın içində Peyğəmbərə fikirləşir. Deməli, Allaha çatmaq üçün yekunlaşdırıram artıq. Allaha çatmaq istəyən adam əlisiz gedəməyəcək. Hər kəs fikirləşsə ki, mən bu işi görəcəm, bu əməl eləyəcəm, gecə namazını qılacam, bunu eləyəcəm, mən güc tapacam, çatacam Allaha, elə həmin fikirdən başlayacaq batmağa. Mümkün deyil. Həmin andan başlayacaq batmağa. Bircə yolu var. Gündəlik Həzrət Əli əleyhissalamdan münacat eləmək. Arifana söz demirəm ha. Ehtiyacımız var buna. Ona görə Seyyid Əli Qazi deyir, həftədə bir dəfə də olsa, 3 nəfərlə də olsa, İmam Hüseyni oturun birdən ağlayın. Belə bir şey deyir. Seyyid Əli Qazi Cavid deyil, sözü elə belə boş söz olsun. Seyyid Əli Qazi ariflərin ustadıdır. Bilirsiniz kimdir Seyyid Əli Qazi? Əllamə Təbətəbai deyir, getdim Həzrət Əlinin hərəminə. Oxumağa getmişdim Nəcəfə. Amma oxumaqdan çox Əllamə Təbətəbai deyir, adam olmaq istəyirdim. Kamil insan olmaq istəyirdim. Getdim Nəcəfə. Dedim, ya Əli, sən yetimlər atasısan, mən yetiməm. Mənim heç kimi yoxdur Nəcəfdə. Mənə bir dənə ustad yetir ki, əlimdən tutsun, çatdırsın Allaha. Sizdə qovuşa bilim, böyüyüm. Deyir, bunu dedim, ürəyim sındı. Sonra dua elədim, çıxdım, gəldim evə. Bir neçə saat keçdi, üstündən qapı döyüldü. Açdım qapını, gördüm bir Seyyiddir. Dedim, buyurun, kimsiz? Dedi, mən Seyyid Əli Qaziyəm. Dedim, buyurun. Dedi, Əlidən ustad istəmişdin, ha, məni göndərib. Əllamə deyir, bədənim əsdi. Heç kim bilmir mən Əli ilə nə danışmışam. Fikir verirsiniz, bu Seyyid Əli Qazi deyib, Hüseynsiz mümkün deyil. Bu Seyyid Əli Qazi deyib, Əlisiz mümkün deyil.
Seyyid Əli Qazini bir gün görürlər, bir tələbi yetişdirmişdi bu şəxsi əlinin vasitəsilə. Başqa cür mümkün deyil. Bir tələbi yetişdirmişdi ki, 13, 14, 15 yaşları var idi mərhum Behçətin. Seyyid Əli Qazi bir gün dedi ki, Behçət ağaya ki, tələbəsi deyə cavan idi. Deyirlər, üzünə tük indi çıxmışdı. Təzə üzünə tük çıxan vaxtlarda Ayətullah Behçətin. Dedi, keç qabağa piş namaz deyən namaz qılaq. Seyyid Əli Qazinin tələbəsidir ya bu. Dedilər ona ki, ağa uşağa iqtida eləyirsən, yəni sən özün deyən qabaqda namaz qılaq. Dedi, Behçəti tanımırsınız. Behçət ruhunu çıxardır, bədəndən ruhunu iqtida eləyir. Namazda Behçət Allahdan başqa heç nə düşünmür. Bir qadın vardı, bir xanım vardı Seyyidə. Onun 2 oğlu olub. O qədər ləzzət edir bunlar adama. Allah rəhmət eləsin bu əziz günlərdə. Mən böyüyüm desəm yanılmaram. Mərhum Ustad Hacışahini Allah qəni-qəni rəhmət eləsin. Ona Həzrət Əlidən ayrı salmasın heç vaxt və cəmi ruhanilərimizi. Çox vurğun idi o Əhl-i Beytə. Çox vurğun idi. Sözün əsl mənasında. Nəfəsi onlarla alırdı. Cəmaatın çoxu görmürdü. Bəzi adamlar var ki, doğrudan zəhmət çəkiblər bu yolda. Ruhlarını qarışdırıblar Əhl-i Beytə. 2 alim var idi. Onların biri Seyyid Rəzidir, bir də Seyyid Mürtəza. Onların anası Əhl-i Beytə çox bağlı idi. Onlar uşaq ikən zamanlarında olan alim Şeyx Mufidlə Şeyx Səduq idi. Allah qismət eləsin, Kazimeyinə gedəsiniz, gəl məzarları oradadır. Seyyid Rəzi ilə Seyyid Mürtəzanın da qəbri Kazimeyində. Səhv etmirəmsə, qiblə qapısından çıxandan sonra soldadır, hərəmin içində deyil. Soldadır gəl məzarları. Şeyx Mufid ya Şeyx Səduq, səhv salaram. Çoxdan oxumuşam yadından, ilk 2 alimdən biri. Bunların anaları ki, Həzrət Əliyə çox vəfalı idi. Çox pak qadını idi. Xanım Zəhraya çox vəfalı idi. Bunların ataları Seyyid idi. Qadın özü də Seyyid idi. Şeyx Mufid ya Şeyx Səduq deyir, yuxuda gördüm ki, Fatimə-i Zəhra Həsənlə Hüseynin əlindən tutub, mənim qapıma getirib gəlib ki, Şeyx, səndən xahiş edirəm, bu balalarıma dəstəyərsən, bu 2 balama dəstəyərsən, deyir, baxıram, yuxudayam. Deyirəm, xanım, mən hara, Həsənlə Hüseynə dərs demək hara? Sənin balalarıma dərs öyrətmək, Quran öyrətmək hara? Deyir, elə bu həyəcanla yuxudan oyandım. Deyir, əyləşmişdim, yuxunun həyəcanı bürüyüb məni. Görəsən, bu nə yuxu idi, bu nə demək, Allah nə demək istəyirdi mənə? Deyir, bu vəziyyətdə qapı döyüldü. Qapı döyüldü, çıxdım qapıya, açdım qapını, gördüm, bir çarşablı xanımdır. 2 dənə balaca uşaq əlindən tutub. Deyir mənə ki, şeyx, bunlar Seyyid balalardır, bunlara dərs öyrədərsən. O dəqiqə bildim, Fatimə Zəhra demək istəyib mənə ki, balalarım gələcəyə, onları qəbul elə, onlara dərsdir. Bu Seyyid Rəzi ilə Seyyid Mürtəza bir yerə gəlib çatdılar ki, bir gün Seyyid Rəzi qardaşı Seyyid Mürtəzaya iqtida eləmədi. Neçə gün iqtida eləmədi. Gəldi anası, siz anaya baxın, siz qadına baxın. Görün nə qədər Əhl-i Beytlə yoğrulub bunun ürəyi. Alimdilər artıq ikisi də. Birisi də Nəhcül Bəlağaya şərh yazıb. Nəhcül Bəlağını onlar toplayıblar. Seyyid Rəzi toplayıb Nəhcül Bəlağını. Gəldilər analarının yanına. Siz anaya baxın. Görün Əhl-i Beytlə, Peyğəmbərlə necə qovuşub. Dedi ki, ana, bu cəmaat arasında mənə iqtida eləmir. Görürəm, gizlənir, çəkinir. Bilmirəm, qardaşımdır, heç nə deyəm, onun da imanlı etibarım var. Bilmirəm, niyə iqtida eləmir mənə. Ana oturub 2 oğlunun, 2 alimin məsələsini həll eləyir. Əgər ananın ürəyi Həzrət Əli ilə döyünsə elə 2 alim məsələsini həll eləyər. 2 qadının məsələsini həll eləyər. 2 kişinin məsələsini üzrə bir qadını həll eləyər. Soruşdu Seyyid Rəzidən, niyə iqtida eləmirsən ona? Dedi, ana, qardaşım namazı çox ixlasla qılır. Neçə gündür fikri qarışıb, qunutda fikri yayınır. Bu iqtida eləyib ona. Deyir, qunutda fikri yayınır. Hiss edirəm ki, rabitəsi kesilir Allahla. Ona görə iqtida eləmirəm. Yaraşdırmıram qardaşıma bir dənə qunutda fikri yayınsın. Allah rəhmət eləsin. Bizdə bir kişi vardı Kərbəlaya. Allah onu qəni-qəni rəhmət eləsin. Da belə namaz qılmaqdan yoxdur. Adam namazda bir yer, belə olar namazda yəni. Deyir, başlamışdım evdə namaza. Namaz qılır ama deyir.
Bu arvad xeylağı dayanmır axı, hər yerdə danışacaqdı. Deyir, gəldi ki, ay kişi pul ver uşaq çörəyə alsın. Namaz qılaram, deyir. O da meçid əhliydi, Allah Kərbəlaydı, Allah onu rəhmət eləsin. O danışırdı, həm zarafada, həm dəqiqətə. Deyir, namaz qıla-qıla əlimi saldım pencəyimin sağ cibinə, gördüm ora qoymamışam, pulu yaşlı adamdır. Saldım sol cibinə, gördüm ora qoymamışam, şal gördüm yoxdur. Onu xəbər tutdum ki, namaz qutar, əssəlamu aleykum və rəhmət. Dedim, daş düşsün sənin baş var. Bir dənə namaz qıldım, onu qoymadım mən qılmağa. Belə namaz yox, bütün hər şey sənin fikrində olsun. Biz dünya hacətlərimizi həll etmək üçün namazı ixlasla qılmalıyıq ki, həll olsun. Dünya hacətləri namazda fikirləşirik. Hacətlərin açarı oradadır. O açarı da paslandırmışıq. O açarı da korlamışıq. Xülasə, Allahla Allaha qovuşmaq üçün yeganə yol Həzrət Əlidən keçir. Yeganə yol budur. Əgər bu olmasa mümkün deyil. Nə olar ki, bir dəfə ürəkdən, həmişə cəmaat arasında oluruq, söhbət olur, mən kimi adamlar gəlib başımızı qatır. Bir dəfə də kənara çəkilib, ya Əli, niyə görə mən ürəkdən yaxınlaşa bilmirəm sənə? Nəyim var? Ruhumda nə çətinliklər var ki, sənin eşqinlə ürəyim alışıb yanmır? Ya Əli, niyə görə hər şeyin dərdini çəkməyə taqətim var, amma səninlə ayrılığın dərdini çəkməyə taqətim yoxdur? Nə olub mənə ki, sizdən uzaq düşmüşəm? Qarşıdan Məhərrəm ayı gəlir. İmam Hüseynin o bərəkətli günləri gəlir. Ümid edirəm ki, qarşıdan gələn Məhərrəm ayında Allah İmam Hüseynin vasitəsilə bizə xüsusi lütf eləyəcək. Allah bizi ucaldacaq. Allah bizi Həzrət Əlidən müəyyən qədər ayrılığı İmam Hüseyn əleyhissalam sığortalayır öz Məhərrəmi ilə. Allahdan istəyirəm ki, Allah bizi, sizi, hər birimizi Həzrət Əlidən ayrı salmasın. Mən gördüm sizə, Allah o dünyadan köçən yaşlı kişilər olub, yaşlı ağbirçək analar olublar, nənələrimiz olub. Yollar bağlı olub, Həzrət Əlinin məzarını gedib görə bilməyiblər. Son anlarında deyiblər ki, gözümüz qaldı Kərbəlada, gözümüz qaldı Nəcəfdə. Allahdan istəyirəm ki, bu günlərdə Allah onları Həzrət Əlinin xüsusi qonağa qərar versin. Cəmi övliyalarımızı, alimlərimizi Allah Həzrət Əlidən ayrı salmasın. Sizin aminlərimizə, sizin ürəklərinizə etimad eləyərək dua edirəm ki, Allaha and verirəm Həzrət Əlinin izzətinə, Həzrət Əlinin məzlumiyyətinə. Müsəlmanların hər nə çətinlikləri var. Bu günlərə xatir, bu gecələrə xatir. Allaha and verirəm Həzrət Əlinin məzlum dayanıb baxan vaxtlarına. Allaha and verirəm Həzrət Əlinin Kəbədə doğulan anlarına. Allaha and verirəm Həzrət Əlinin Xəndəkdə vurduğu zərbəyə. Allaha and verirəm Həzrət Əlinin Xeybər qalasının qapısını çıxarıb atan vaxtına. Allaha and verirəm Həzrət Əlinin Ühuddə Peyğəmbərin canını qoruyan vaxtına. Allaha and verirəm Həzrət Əlinin rükuda zəkat verən vaxtına. Allaha and verirəm Həzrət Əlinin gecə yetimlərin qapısında olan vaxtına. Allaha and verirəm Həzrət Əlinin Peyğəmbərdən sonra xəcalət baxışları ilə Həzrət Zəhraya baxan vaxtına. Allaha and verirəm Həzrət Əlinin Peyğəmbərin çiyninə çıxıb Kəbə evindən bütləri tökən vaxtına. Allaha and verirəm Həzrət Əlinin Bədirdə vurduğu qılınc zərbələrinə. Allaha and verirəm Həzrət Əlinin Ühuddə vurduğu qılınc zərbələrinə. İlahi, dilimizdən, ürəyimizdən yanmaq gəlir, ürəyimizdən, qəlbdən narahat olmağımız var. Sənə and verdiyim xüsusiyyətlərə, anlara and verirəm və bu möminlərin imanlarına and verirəm. Həzrət Əli üçün oxunan məthiyyələrə and verirəm. Pərvərdigara, yalvarıram müsəlmanları bütün zamanlarda dünyanın hər yerində izzətli və qalib qərar ver. Pərvərdigara, müsəlmanlara qarşı atılan bütün addımları Pərvərdigara tezliklə addım atanları məğlubiyyətə uğrat. Pərvərdigara, sənə and verirəm Allahlığın böyüklüyün xatirinə Əli sevgisini ürəklərimizə çox görmə. İmamımızın zuhurunda təzil elə. Pərvərdigara, bundan qabaq biganə istəmişiksə səndən əgər, bugün sənə and veririk Həzrət Əlinin haqqına, yalvarırıq sənə, biz layiq olmasaq da, biz uyğun olmasaq da, Pərvərdigara, çox darıxmış onun üçün. Onun çox ehtiyacımız var, onun gəlişinə xüsusi ehtiyacımız var, ya Rəbb, yalvarırıq sənə Əliyə xatir.
Pərvərdigara Peyğəmbərə xatir, xanım Zəhraya xatir, İmam Həsənə, İmam Hüseynə xatir, imamımızın zuhurunda təzil elə. Pərvərdigara yalvarırıq sənə bütün məzlum müsəlmanları məzlumiyyətdən azad elə. İlah bu məclisi lütfünlə məclis sahiblərindən, zəhmət çəkənlərdən qəbul elə. Pərvərdigara məddahlar bu məclisin zinətidirlər. Məddahlar Əhl-i-Beyt məclislərinə zinət verirlər. Ürəklərində hər nə hacətləri var, hər nə istəkləri varsa, ya Rəbb, yalvarıram sənə, heç kimə deyə bilmədikləri arzuları ki var, Həzrət Əliyə xatir onlar üçün həll elə. Məclis daxilində kimin qəlbində nə arzusu, istəyi varsa, heç kim buradan əli boş yola salma. Pərvərdigara bu evin əhlindən bərəkətli, lütfü heç vaxt kəsmə. Bu evin körpələrini Əlinin vilayətində yaşat. Pərvərdigara bizləri Əlinin vilayətində yaşayıb, Əlinin vilayətini yaşadıb və Əlinin vilayətində dünyadan köçməyi nəsib elə. Yordum sizi hər birinizdən. Üzr istəyirəm. Bayramımız mübarək olsun. Allah sizi Həzrət Əlidən ayrı salmasın inşallah. Muhammed ve Ali Muhammed'e salavat deyin. Salli ala Muhammed ve Ali Muhammed. Ustad Allah sizden razı olsun. Değerli Hacı Cavid kardeşimizin salamatlığı için Muhammed Ali Muhammed'e salavat hediye ediyor. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Çok sağ olun əzizim. Allah sizi korusun. Allah sizi bu cəmə, bu xalqa ve sizi sevenlere çok görmesin inşallah. Bəli, güzel bir şirniyyatımız var, tortumuz var inşallah. Hadi. Təqvada mükəmməl olanın canım Əliye'de Təqvada mükəmməl olanın canım Əli'dir. Mümin sayılan herkesin ünvanı Əlidir. Mümin sayılan herkesin ünvanı Əlidir. Təqvada mükemmel olanın canı Əlidir. Təqvada mükemmel olanın canı Əlidir. Mümin sayılan herkesin ünvanı Əlidir. Mümin sayılan herkesin ünvanı Əlidir. Təqvada mükemmel olanın canı Əlidir. Təqvada mükemmel olanın canı Əlidir. Bildim mi necə elədi Adəmi xali, Bildim mi necə elədi Adəmi xali, bu məğfirətin rəhməti qufrani Əlidir. Bu məğfiretin rahmeti gufranı Əlidir. Təqvada mükemmel olanın canı Əlidir. İnşallah ustadımız Təqvada gəlir. mükemmel olanın canı Əlidir. Təqvada mükəmməl Olanın canı Əlidir. Təqvada mükemmel olanın canı Əlidir. Gəlin torfun yapma, gəlin hamı gəlsin. Fəryada gəlib nur Eləyib ahı fərqani, fəryada gəlib nur eləyib ahı fərqani. Kimdada yetən Sevgili Canan-ı Əlidir. Kimdada yetən sevgili Canan-ı Əlidir. Onu necə qərq elədi Həzrəti Musa. Bir anı necə qərq elədi Həzrəti Musa. Dəryanı bölən möcüzü bürhanı Əlidir. Ey dəryanı bölən möcüzü Ya, bürhanı ya, ya. Əlidir. Təqvada mükemmel olanın canı 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 Əlidir. Həciliyi bizə gəlir inşallah. Yallah. Durun, durun meydana. Ya Ali.
Görüm necə Əli deyərsən. Allahın aslanı Əli, həqiqət dastanı Əli, Fatimənin canı Əli, bir yerdə deyir ya. Allahın aslanı, həqiqət dastanı Fatimənin canı Əli, 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 Şiş. Ali, 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 Ali. Uça. Əli, Əli, Ay maşallah. Əli, 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 daha Qəşə Əli deyər. Xeybəri fəth edən, düşməni xar edən, Rəsulü şad eden, Əli, 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 bir də Heyberi feth eden, Əli, düşməni xal eden, Əli, Resulü şad eden. Əli, Əli, Ali, 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 Ali. Siz. Ali, Ali. Ali, Ali, Bir Ali, daha. kurban. Ali, Ali, Əli, 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 Əli. Maşallah, maşallah. Ay maşallah. Allah mübarek eylesin. Bayramınız mübarek olsun. Sesi gəlib özü görünməyən nereden olsun? Bu da sen. Ah Ali ey nigarı eşk, Ali ey baharı eşk, Əli, ey, nigarı eşk, Əli, ey, baharı eşk. eleyipti gayretin seni şehri yavru eşk. Eləyibdi qeyrətin səni şəhriyarı eş. Adımın fədasıya, Qəmümün nəvasıya, bizi də qəbul elə. kapılın gedasıya. Əli, Əli, Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Mevla, Ali 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 Mevla, Ali Ali Mevla, Ali Ali Ali. Ol Əlidir, aldı fələkdən uca. Ol Əlidir, aldı fələkdən uca. Taat-ı təqvalda mələkdən uca. Ey adı mömin gəl ürəkdən uca. Ömrdə bir dəfə denən, Ya Ali, ömrdə bir dəfə denən, Ya Ali, Ali Ali, Ali Ali, 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 Ya Ali. Gülü dərmərəm, yerə sərmərəm. Gülü dərmərəm, yerə sərmərəm. İki dünyanı versələr, səni vermərəm. İki dünyanı versələr, səni vermərəm. Dünya bir yana, Hüseyin bir yana. 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 Seni zima yaradan davere eşk olsun Hüseyin. Zat-ı pakinde olan eşk olsun Hüseyin. Seni erşe aparan şehmere eşk olsun Hüseyin. Ya Hüseyin zikri diyen dillere eşk olsun Hüseyin. Gülü dərmərəm, yerə sərmərəm. Gülü dərmərəm, Yere sermerem, iki dünyanı verseler seni vermerem. İki dünyanı versən, səni vermərəm. Dünya bir yana, Hüseyin bir yana. Dünya bir yana, Hüseyin bir yana. Dünya bir yana, Hüseyin bir yana. Dünya bir yana,
Hüseyin bir Ya yana Ali Mevla, Ali Mevla, Ali Mevla, Ali Ya Ali Mevla, Ali Mevla, Ali Mevla Ali Ya Ali Mevla, Ali Mevla, Ali Mevla Ali Ya Ali Mevla, Ali Mevla, Ali Mevla Ali cismi de hem canımız, Ali Mevla, Ali dinimiz imanımız, Ali Mevla, Ali o şehit merdanımız. Ali Mevla, Ali Ya Ali Mevla, Ali Mevla, Ali Mevla 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 Ali علي مولا علي سر بحال أتا Ali Mevla, Ali فتايلنا Ali Mevla, Ali سر بحال أتا Ali Mevla, Ali Naibi Taha, Ali Mevla, Ali Naibi Taha, Ali Mevla, Ya Ali Mevla, Ali Mevla, Ali Mevla, Ali 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 Ruhi revanım, Ali Ali cismi de canım, Ali Ali Ruhi revanım, cismi de canım. Ya Ali Mevla, Ali Mevla, Ali Mevla, Ali Ya Ali Mevla, Ali Mevla, Ali Mevla, Ali Ya Ali Mevla, Ali Mevla, Ali Mevla, Ali Ya Ali Mevla, Ali Mevla, Ali Mevla. Sakla ritmi, sakla ritmi. Sakla ritmi, ritmi sakla. Ali, 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 Mevla Ali. Ali 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 Mevla Ali 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 Mevla Ali 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 Mevla Ali Şiir yetişen müşküle Hatemini bəxşeliye sayıla Şiir xudadır yetişen müşküle Hatemini bəxşeliye sayıla Alem arazirde ehliyle Bir ki xəbərdar Əlidir Ali Bir ki xəbərdar Əlidir Ali 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 Mevla 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 Ali Biz nəçiyim mədri qılaq eydəri Kəbə evindən götürən büzləri Biz nəçiyim mədri qılaq eydəri Kəbə evindən götürən büzləri Aləm ara şəriyyəti peyğəmbəri Eyləyən ishaq Əlidir Əli Eyləyən ishaq Əlidir Əli Ali 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 Mevla Ali 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 Mevla Ali 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 Mevla Ali 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 Mevla Ali Nuri çeşmi evliya sen Ya Hüseyin İbni Ali Nuri çeşmi evliya sen Ya Hüseyin İbni Ali Dürri tacı etkiya sen Ya Hüseyin İbni Ali Dürri tacı etkiya sen Ya Hüseyin İbni Ali Mevla Mevla Hüseyin 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 Mevla 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 Aman 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 ya. Vay 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 vay. Üçten inşallah 50'den Di, okumuz di, ağzı di. Molacan, Molacan, Şahimdi Ali. Hadi salamlayıram sizi. Bak şimdi gördüm hadi. Gelip görüşeceğiz. Şahimdi Ali, qəmbərinin nökəriyəm mən. Şahimdi
Əli qəmbərinin nökəriyəm mən. Ay Hacı Ceyhun, yox ayrı məramımız, yox ayrı məramım. Hədəfim Heydəriyəm mən, Heydəriyəm mən. Ay can, ay can, ay can. Eləyərəm Hacı, üstə, baş üstə, baş üstə. Heydərdir mənim hər iki dünyada imamim. Heydərdir mənim hər iki dünyada imamim. Olsun ona hər ləhzə در و دیل از سلامیم وسیله معدر ولی پیوسته کلامیم خانه کرمین نان و نمک پروریم من yok ayrı meramim hedefim Heydəriyəm mən. Ya Allah, Qədirxunun şeiri də 3 dənə 4 dənə oxuyacağım inşallah. Da bu gecə Qədirxun bayramıdır da. Ya Əli, bunu da meclisdə oxudum Hacı Mehdi də. Sağ qurban olaram. Çün tutdu Əlinin əlini Həzrət-i Xatəm. Çün tutdu Əlinin əlini Həzrət-i Xatəm. Yaxçı qulaq as. Kalbim bürdi behcet o payana yetib gam. Güya belə söylerdi o peygamber o ekrem. Sen de özüve Heyderi deysən, mən də özüme Heyderi deyirəm. Amma mən kuntum olana deyəndə peygamber orada iqrar elədi, dedi mən də Heydəriyəm. Mən də Heydərin tərəfindəyəm. Güya belə söylerdi o peygamber o ekrem. Mulk o melekin gerçeği peygamberiyem ben. Yok ayrı meramim hedefim Heydəriyəm ben. Allah hamımızı Heydər eləsin. O Heydərdən eləsin ki o Heydərdən o Əliyə o qədər bağlanan ona. Elə düşünlər doğrudan bu kişi Heydəri yaşadı, Heydəri öldü. Əli yaşadı, Əliçi öldü. Allah o ölümü nəsib eləsin. Ya Allah. Bunu bir anten açmasın. Görmüb belə bir eyd özünə aləm icad. Bu ey dedi Xatəm buyurub əfsal o iyad. Söyler hami söyler hamiye şah-ı vilayet evin abad yer göy diyar ol barigahin nökeriyem ben. Yok ayrı meramim hedefim Heydəriyəm mən. Ya Allah. Çün eylədi beyət Əsədullah ilə mərdum. Gəldi mərdum Əsədullah'a beyət elədi. Mövlanın Əlidə peyğəmbərdən sonra Əlinin rəhbərini qəbul elədilər. Gəldilər hamısı bir əl sıxdılar. Çün eylədi beyət Əsədullah ilə mərdum. Hamı geldi bir Əli ilə görüşdü. Cibril əmin eylədi göylerde tərənnüm. Əkməltü ləkum dinikum tmam aleykum. Hakkım mələk-i vahyə peyam averiyəm mən. Yok ayrı məramim hedefim Heydəriyəm mən. Heydəriyəm mən. Çün geydi vilayet Keyimin Heydər kərrayar. Geldi peygamber Əlinin kolun kaldırandan qoziyandan sonra peygamber əbası saldı Əlinin çiynine. Dedi Əli camından sonra da bu ümmetin rehberi sen sayan. Aşına yorgunam da.
Çünkü vilayet geyimin eyder o kerra. Cenna melek insiye olup server salayar. Heydər özü də eylədi öz şənini iqrar. Bir dənə söz dedi, bu da kitablar, hədislərdə yazılıbdır. Nə dedi Heydər, nə dedi Ali əleyhissalam? Heydər özü də eylədi öz şəninə iqrar. Elmin bülüsüz şəhri nəbidir dəriyəm mən. Yox ayrı məramim, hədəfim Heydəriyəm mən. Heydəriyəm mən. Əlinin özündən soruş. Vay maşallah. Özünü tapmasan sözündən soruş. Əli bir bulaqdır çağlayar daşar, bulağın saflığın gözündən soruş. Zülmət gecələrdən nurlu mahidir, Əli üzündə yədullahidir. Bu nə mərtəbədir, bu nə rütbədir, qədəmi dəyən yer qədəmgahidir. Ya Əli, ya Əli. Zülmət gecələrdə nurlu mahidir, Əli yer üzündə yədullahidir. Bu nə mərtəbədir, bu nə rütbədir, qədəmi dəyən yer qədəmgahidir. Ya Allah. Əlinin qeyrəti, Əlinin qeyrəti, qüdrəti qeyrətindədir. Qolunun qüvvəti qüdrətindədir. Mənim xidmətimə ehtiyacı yox, niyə? Mənim xidmətimə ehtiyacı yox. Əlinin mələklər xidmətindədir. Əli ölməyibdə, Əli zindədir. Əlini sevənlər bax sadiq bəndədir. Seyyidə o dini təlim eylə ki ağası Əlisi Molası həmən dindədir ayam. Mövla-i mən Allah Muhammed Məd ya Əli